Mən bununla qarşılaşmadım. Mən bunu yaşadım. Məsələ odur ki, bir neçə ay bundan qabaq, mənim Bakıda olan ailə üzvlərimi oğurlayıblar. Oğurlayıblar necə? Yəni, gecəykən başlarına torba keçiriblər və onları aparıblar hansısa qaranlıq otağa. Qaranlıq otaqda bunların maskalarını çıxardıblar. Söhbət konkret mənim qardaşımdan gedir. Ortancıl qardaşım və valideynim də olub. Bunların qabağına, bax biz studiyadayıq, mənim üzmə necə işıq vurmusunuz. İşıq vurublar, insanlar bununla maskada danışıblar, qarşısına televizor qoyublar və həmin televizorda nə olsa yaxşıdır. Sən demə, mənim otağıma xüsusi xidmət orqanları kamera qoyublar. Bütün mənim otağımda, evimdə baş verənləri çəkiblər. Otaq dediyin yataq otağı. Yataq otağı. Sevgilimlə yataq səhnələrini, mehman nə yeyir, mehman nə içir, mehman kimlə yatır, mehman tualetdə nə yeyir, mehman nə vaxt üzünü qırxır. Yəni, bütün bu prosesi çəkiblər. Və elə olub ki, mən açıq bunu deyəcəm, mənim seks səhnələrimi çəkiblər. Yəni, mən subayam, cavanam və buradan bildirmək istəyirəm ki, bu seksdən təbii bir şey heç nə yoxdur da. Bu mənim şəxsi həyatımdır. Bunu heç kim müzakirə apara bilməz, bunu heç kim kameraya çəkə bilməz və bunu ümumiyyətlə dövlət edə bilməz. Amma bunu çəkiblər və qardaşına və atana... Bunu çəkiblər. Bunları çəkiblər. Gətiriblər, qoyublar evdəki ailəmin qabağına və deyiblər ki, siz Mehman Hüseynovla danışmalısınız, bütün sosial şəbəkələrdən uzaqlaşmalıdır, sağollaşmalıdır, jurnalistika fəaliyyətinə və digər fəaliyyətlərinə son qoyulmalıdır. Və belə deyiblər ki, siz məsələni Mehmanla həll eləməlisiniz. Kim eləyib? Maraqlısı odur ki, qardaşım görməyib, üzləri görməyib.